Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də Asan Xidmət və Asan Kommunal mərkəzlərində vətəndaşlara xidmət göstərilməyəcək. Xəbər verilir ki, bununla bağlı Azərbaycan Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə iyunun 15-i qeyri-iş günü olduğundan mərkəzlərin fəaliyyəti dayandırılacaq. Qeyd olunub ki, iyunun 16-sından etibarən vətəndaşlar yenidən Asan Xidmət və Asan Kommunal mərkəzlərinə müraciət edərək favi xidmətlərdən yararlana biləcəklər. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi hava nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib. Xəbər verilir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi Aysel və Xalidə adlı xanım əməkdaşlarıdır. İlkin məlumata görə saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb. Qeyd edək ki, həbs edilənlər Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Gömrük Xidməti General-Mayor Anar Cahangirovun əməkdaşlarıdır.